Mənim 150 atlım var. Səndə də 50. Əgər birləşsək, eləyir 200. Sən mənə bir də görüm. O qədər topun Plemotun qabağında nə ilə dayanacaqsın? Dayan doldurun götürəcəksən əlinə, ya kərənti? Hələ bilmirəm. Ha vaxt bildin, onda gəlləm danışarıq. Ağıl ağıldan üstündür. Bəlkə bir yerdə fikirləşək. Daha mənimki fikirləşməkdən keçib. Bir də deyirlər ki, yumruq sillədən tutarlı olar. Düz deyirsən, Musavatın topu var, pulemyotu var. Amma məsələ bunda deyil. Bax, sən orada tək başına vuruşursan, mən də burada tək başına. Əgər birləşsək, heç kəs bizim qabağımızda dayana bilməz. O ki qaldı silaha, onu gərək özümüz tapaq. Lap elə Xanxoyskidən alaq. Nə deyirsən? Nə deyim valla, gərək fikirləşəm. Hərdən çox fikirləşirik, Göyüş. Mənim sağ deməyim artıqdır. Özün hər şeyi yaxşı bilirsən. Hara baxırsan, müsibət görürsən. Hansı evə girirsən, dərdə qəmə rast gəlirsən. Amma sən hələ də fikirləşmək istəyirsən. Sən mənim yaşıma çatanda başqalarına ağıl verərsən. İndi məsləhət görmürəm. Bağışla. Səni yoldan elədim. Deyəsən, Goranboya getməliydin. Yaxşı yol. Dayan görüm. Bəs komandir kim olacaq? Yəni bunun əhəmiyyəti var? Niyə yoxdur? Mən səni həmişə özümə böyük bilmişəm, Göyüş. İncimə Məmməd. Mən gərək ağıllı başlı fikirləşəm. Zat əliləri, sizə onu da deməliyəm ki, uzun müddət Rusiya İmperiyasının Daxili İşlər Nazirliyində qulluq eləmişəm. Peterburqda, necə deyərlər, həmişə ictimai asayişin keşiyində durmuşam. Uzun sözün qısası, ömrüm boyu cənab sosialistləri izləmişəm. Bu işdə səriştəm az deyil. Bizim xidmətimizi orada lazımınca qiymətləndirirdilər zat aliləri. Bizim də sizə çox böyük hörmətimiz var, cənab Miller. İnanın ki, bu hörmətimizin həddi hüdudu yoxdur. Ancaq bizi bir məsələ maraqlandırır. Qatır Məmmədin əleyhinə nə kimi tədbirlər görmək fikrindəsiniz?